Ya Allah, ya Bismillah. Gözəl insanlar, dəyərli xalqım, dəyərli millətim, Allah hər birinizi qorusun. Demək bacımız bizə sosial şəbəkə üzərindən müraciət eləyərək vəziyyətinin pis, acınacaqlı olmağını bildirdi. Vallah gəldik, gördük, həqiqətən bu günləri bacının yaşadığı şəraitdir, vəziyyətidir, elə pis durumdadır ki, bunun balalarına kömək, dəstək lazımdır. Bacı, millətimizdən, xalqımızdan nə istsən, denən sənin üçün köməkli eləsin. En azından onlara canım qurban olsun. Allah canlarına dəyməsin. Bizim qeyrətli millətimizdən, qeyrətli oğlanlarımızdan, qızlarımızdan, qadınlarımızdan, kişilərimizdən heç bir dənə dəstək olsunlar, balalarıma mənə kömək olsunlar. Allah'a da xoş gedər. Allah da onların köməkləri olar. Allah da ruzularını, bərəkətlərini verər. Bu 3 dənə yetimə kömək eləsin. Başsız adama heç kəsim yoxdur. Göydə Allah, yerdə də sizin kimi yaxşı insanlar. Yoldaşımız nə vaxt rəhmətə gedib? 3 ay olar. 3 aydır, bəli. 3 ay. Fevralın 7-si. Bəli. Gözəl insanlar, yoldaşı da 3 ay əvvəl rəhmətə gedib. Yəni elə bir durumdadılar ki, bizim köməyimizə, dəstəyimizə ehtiyac var. Canlı yayıma daxil olun. Gücünüz nəyə çatır? 1 manat, 3 manat, 5 manat bu balalara köməkli edin. Hər kəsdən xahiş edirəm. Hər bir kəsdən xahiş edirəm.